Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Tovuz rayonunda yol nəqliyyat hadisəsi baş verir. Məlumata görə qəza Dondar Quşçu kəndində qeydə alınıb. Belə ki, Tural Mustafayevin idarə etdiyi Mercedes markalı avtomobil hərəkətdə olarkən idarə etmədən çıxaraq kəndin girişindəki divara çırpılıb. Hadisə nəticəsində sürücü 43 yaşlı Şuşa şəhər sakini Tural Mustafayev, sərnişinlər 28 yaşlı Tovuz rayon sakini Elşən Nəzərov və 50 yaşlı Şəmkir rayon sakini Aynurə Vəliyevə müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım vasitəsilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Allah şəfa versin.